Отец наш Небесный, Господь, мы пришли сюда, чтобы поклониться Тебе, прославить Тебя. Səmavi atamız, Rəbbimiz, biz bura gəlmişik ki, sənə həmd edək, sənin qarşında diz çökək. Но также, Господь, для того, чтобы Ты послужил нам, Ancaq həmçinin də ona görə gəlmişik ki, sən bizə xidmət edəsən. для того, чтобы Ты открыл нам из Твоего Слова. Gəlmişik ki, sən kəlamını bizə açasan. И мы хотим знать Тебя лучше, Господь. Və biz səni yaxşı tanımaq И istəyirik, мы ya хотим, Rəbb. чтобы Ты прикоснулся к нам сейчас, Господь. İstəyirik ki, indi bizə toxunasan, ya Rəbb. Чтобы Ты исцелил нас. Toxunasan və şəfa verəsən. Да, чтобы Ты вкладывал в наши сердца, Господь, ценности от Тебя. Вкладывал в наши сердца мысли от Тебя, Господи. Səndən olan dəyərləri, fikirləri bizim ürəyimizə yerləşdirəsən, ya Rəbb. Благослови сейчас это время. İndi bu vaxtda xeyir dua Во ver. имя Иисуса Христа. İsa Məsihin ismi ilə. Аминь. Amin. Аминь. Amin. Евангелие от Марка, 1 глава. Markın müjdəsi 1-ci fəsil И мы прочитаем с 1 стиха. və biz 1-ci bənddən oxuyacağıq. Начало Евангелия Иисуса Христа, Сына Божия. Allahın oğlu İsa Məsihin müjdəsinin başlanğıcı. Как написано у пророков, вот я посылаю ангела моего пред лицом Твоим, который приготовит путь Твой пред Тобою. Yeşaya peyğəmbərin kitabında belə yazılıb: Budur, sənin önündə öz elçimi göndərirəm. O sənin yolunu hazırlayacaq. Глас вопиющего в пустыне, приготовьте путь Господу, прямыми сделайте стези Ему. Səhrada nida edənin səsi gəlir. Rəbbin yolunu hazırlayın, onun keçəcəyi yerləri düz edin. 4 стих. Явился Иоанн, крестя в пустыне и проповедуя крещение покаяния для прощения грехов. Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O insanların günahlarının bağışlaması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. И выходили к нему вся страна иудейская, и иерусалимляне, и крестились от него все в реке Иордане, исповедуя грехи свои. Bütün Yəhudiya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. Иоанн же носил одежду из верблюжьего волоса и пояс кожаный на чреслах своих, и ел акриды и дикий мед. Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdır. Çəyirtkə və çöl balı yeyirdi. И проповедовал, говоря, идет за мной сильнейший меня, у которого я недостоин, наклонившись, развязать ремень обуви его. Yəhya belə vəz edirdi: Məndən sonra məndən daha qüdrətlisi gəlir. Mən əyilib onun çarıqlarının bağını açmağa belə layiq deyiləm. Я крестил вас водою, а он будет крестить вас Духом Святым. Mən sizi su ilə vəftiz etdim, amma o sizi müqəddəs ruhla vəftiz edəcək. Удивительная картина, да? Çox heyrətamiz bir şəkildir. Служение Иоанна Крестителя. Это такая удивительная картина. Vəftizçi Yəhyanın xidməti necə də heyrətamiz bir şəkildir. Давайте мы начнем с 1 стиха. Gəlin 1-ci bənddən başlayaq. Начало Евангелия Иисуса Христа, Сына Божия. Allahın oğlu İsa Məsihin müjdəsinin başlanğıcı. Марк начинал писать Евангелие. Mark müjdəni yazmağa başlayırdı. С чего ему начать? Nədən başlamalıdır o? Сделать вступление, Giriş etməlidir. может быть, поприветствовать тому, кому адресовано это письмо. Bəlkə də kimə bu məktub göndərilirsə, onu salamlamaq. Нет, очень резкое начало. Xeyr, çox kəskin Очень bir для того, başlanğıcdır. чтобы тот, кто начал читать, сразу понимал, о чем будет идти речь. Bu ona görədir ki, oxuyan kəs dərhal başa düşsün ki, mövzu kimdəndir. Эта книга – это начало Евангелия Иисуса Христа, Сына Божия. Bu kitab Allahın oğlu İsa Məsihin müjdəsinin başlanğıcıdır. Очень интересно. Несколько лет назад я смотрел одни дебаты.
Çox maraqlıdır. Bir neçə il əvvəl mən bir debata baxırdım. где один апологет с другой религии приводил некоторые стихи из Евангелия от Марка. Nə vaxt ki başqa dinin bir apologeti Marka müjdəsindən misallar gətirirdi Вырывая bəziləri. их из контекста. Onları kontekstdən, mövzudan Для kənarda того, чтобы işlədirdi. доказать, что Иисус это всего лишь пророк. Göstərmək üçün ki, İsa sadəcə peyğəmbərdir. И мне смотреть было очень весело. Və buna baxmaq çox əyləncəli idi mənim üçün. Насколько это смешно. Nə qədər də bu gülməlidir. Потому что это то Евангелие, которое бьет с самого начала в эту точку. Çünki bu o müjdədir ki, ən başdan bu nöqtəyə sanki vurur. Даже не со второго предложения. Hətta ikinci cümlədən deyil. С первого же предложения Марк говорит о том, на чем строится наша вера. Birinci bənddən artıq Mark danışır o haqda ki, bizim imanımız nəyin üstündə qurulur? Не на nравственных принципах. Mənəvi dəyərlər üzərində deyil. Да, не на моральных каких-то устоях или правилах. А yine mənəvi. Yenə də mənəvi Да. dəyərlər üzərində yazılmayıb. Да, да. Не на церковных традициях. Kilsə adət-ənənələri üzərində haqqında yazılmayıb. Это Евангелие Иисуса Христа, Bu İsa Məsih'in müjdəsidir. Сына Божьего. Allahın oğlu. Это о Сыне Божьем. Bu Allahın oğlu Вот haqqındadır. на чем начинается наша вера. Budur, bizim imanımız buradan başlayır. На личности Иисуса Христа. İsa Məsih'in kimliyi üzərində. Когда кто-то нам говорит, Bizə kimsə deyəndə ki, представители разных религий, başqa dinin deməli nümayəndələri о, bizə мы deyəndə верим почти одинаково. biz demək olar ki, eyni cür И знаете, iman edirik. мне так часто говорят, мы верим почти одинаково. Mənə tez-tez bu şəkildə deyirlər ki, biz eyni inanırıq. Мы не pьем, и вы не pьете. Biz içmirik, Мы siz не də ругаемся, и içmirsiniz. вы не ruгаетесь. Biz küfür etmirik, siz də küfür etmirsiniz. У нас есть определенное поклонение Богу и у вас. Bizim də Allaha xüsusi sitayiş şəklimiz var, sizin də var. Да, но у нас есть Евангелие от Марка, 1 глава, 1 стих. Bəli, amma bizdə Markın 1-ci fəslinin 1-ci bəndi var. С чего начинается наша вера? Bizim imanımız oradan başlayır. Иисус Христос, Сын Божий. İsa Məsih Allahın Вот с чего oğludur. мы начинаем. Иисус Христос, Сын Божий. Biz buradan başlayırıq. Allahın oğlu İsa Məsihdir. И дальше написано, в русском переводе написано, как написано у пророков. Eyni zamanda rus dilində tərcümədə yazılır ki, peyğəmbərlərin dediyi kimi. В азербайджанском языке написано, как написано у пророка Исаии. Azərbaycan dilində isə Yeşaya peyğəmbərin kitabında deyilir. И на самом деле дальше будет цитата двух пророков. Və əslində daha sonra iki peyğəmbərin sitatları burada gətiriləcək. Но пророк Исаия для евреев, для тех, кто читал Писание, пророк Исаия был главнее. Ancaq kəlamı oxuyanlar üçün və yəhudilər üçün Yeşaya peyğəmbərin kitabı daha əsas idi. И в стопке книг пророков Исаия был сверху всегда. Və peyğəmbərlərin kitablarının arasında Yeşaya peyğəmbərin kitabı ən üstdə idi. Итак, как написано у пророков или как написано у пророка Исаии. Budur, peyğəmbərlərin və Yeşaya peyğəmbərin kitabında yazıldığı kimi. И дальше две цитаты. Daha sonra iki sitat. Вот я посылаю ангела моего пред лицом твоим, который приготовит путь твой пред тобою. Budur, sənin önündə öz elçimi göndərirəm. O sənin yolunu hazırlayacaq. И это книга пророка Малахии. Və bu Malakiya peyğəmbərin kitabındandır. Я бы хотел, чтобы мы прочитали. Mən istəyərdim ki, biz oxuyaq. Книга пророка Малахии, 3 глава. Malaki peyğəmbərin kitabı 3-cü fəsil. 1 и 2 стихи. 1-ci, 2-ci bənd. Вот я посылаю ангела моего, и он приготовит путь предо мною, и внезапно придет в храм свой Господь, которого вы ищете, и ангел завета, которого вы желаете. Вот он идет, говорит Господь Саваоф, и кто выдержит день пришествия его, и кто устоит, когда он явится, ибо он как огонь расплавляющий и как щелок очищающий.
Budur, mən öz elçimi göndərirəm. O önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz əhd mələyi gələcək, deyir ordular Rəbbi. Ancaq onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki o əridicinin odu, yuyucunun sabunu kimi olacaq. Что это за пророчество? Bu necə bir peyğəmbərlikdir? Малахия здесь пророчествует. Malaki burada peyğəmbərlik edir. И здесь написано, Бог говорит от своего имени, «Я посылаю Və burada yazılıb, Allah öz adından danışır. Mən ангела göndərirəm моего, öz elçimi, öz и он mələyimi приготовит путь предо мною». və o mənim qarşımda yol О hazırlayacaq. ком здесь идет речь? Və burada kim haqqında danışılır? Об Иоанне. Və «Я bu посылаю ангела моего, и Burada- он приготовит путь предо мною». Yəhyadan söz edilir. Mən öz elçimi göndərəcəm və o yolumu hazırlayacaq. Пред кем? Kimin qarşısında? Пред Богом. Allahın qarşısında. «Я посылаю ангела моего, Mən öz mələyimi, и он elçimi приготовит göndərirəm. путь предо мною», говорит о- Господь. Mənim qarşımda yol hazırlayacaq, deyir Allah. И внезапно придет в храм свой Господь. Və Xudavənd qəflətən öz məbədinə gələcək. Мгм. И дальше написано, кто выдержит день пришествия его. Daha sonra yazılıb, ancaq onun gələcəyi günə kim tab gətirə bilər? Ибо он как огонь расплавляющий. Çünki o əridicinin odu kimidir. Кто как огонь расплавляющий? Əriyən od kimi kimdir? Бог Перед- здесь говорит сам про себя. Allah burada özü haqqında Я danışır. такой. Mən Это я beləyəm. такой. Mən bu И я beləyəm. посылаю ангела пред собой. Və mən öz qarşımda mələyi göndərirəm. И я приду. Və mən gələcəm. Я приду в этот мир. Mən gələcəm bu dünyaya. Но кто сможет стоять предо мной? Ancaq kim mənim qarşımda dayana bilər? И вот пришел Иоанн Və budur, Yəhya gəlir перед Иисусом. İsa Məsihin qarşısında. Второй стих, и Марк снова бьет в самую точку. İkinci fəsildə, ikinci bənddə Mark yenə də Нöktesine vurur. nöqtəsinə vurur. Второй стих, он продолжает обучать нас о божественности Иисуса Христа. İkinci bənd yenə də İsa Məsihin Allahlığı haqqında bizə danışır. И дальше третий стих. Və sonra üçüncü bənd. Книга пророка Исаии, 40 глава, 3 стих. Yeşaya peyğəmbərin kitabı 40-cı fəsil 3-cü bənd. Глас вопиющего в пустыне, приготовьте путь Господу. Nida edənin səsi gəlir. Səhrada Rəbbin yolunu hazırlayın. И здесь слово Яхве, Və burada Yahve sözü işlənilir. Бог, который есмь. Var olan Allah. Глас вопиющего в пустыне, приготовьте путь Яхве. Nida edənin səsi belə deyir. Yahvenin, var olan Allahın yolunu hazırlayın. Прямыми сделайте в степи стези Богу нашему. Çöldə Allahımızın keçəcəyi yerləri hamar edin. И это очень сильное послание Və bu çox güclü bir göndərişdir. о том, как Бог придет на землю. O haqda ki Allah yer üzünə gələcək. И Он посылает своего ангела, чтобы тот приготовил пути людей. Və o öz mələyini göndərir ki, insanların yollarını düz etsin, hazırlasın. Первые 3 стиха. İlk 3 bənd. И Марк уже раскрыл полностью то, о чем дальше будет идти речь. Və Mark artıq növbəti nə haqqda danışılacaqsa, hər şeyi burada bildirir. Иисус Сын Божий. İsa Məsih Allahın oğludur. Иисус Бог. İsa Allahdır. Иисус Великий. İsa ucadır. Приготовьте путь Ему. Onun yolunu hazır edin. Приготовьте Ему путь. И эти слова Və bu sözlər «приготовьте путь». yolunu hazır edin. Когда в этот раз я читал эти стихи, Bu dəfə mən bu bəndləri oxuyarkən знаете, настолько меня просто бросило в дрожь mən necə də titrəməyə başladım. от осознания, насколько это нечто великое, от осознания, насколько это было огромное послание для того времени.
başa düşəndə ki, bu nə qədər də, nə dərəcədə böyük bir mesajdır o vaxt üçün. Приготовьте путь, сделайте прямыми стези свои. Yolu hazır edin, öz yollarınızı düzəldin, Потому hamar что edin. Бог грядет. Çünki Rəbb gəlir, Потому что Бог грядет. Allah gəlir. И я словно услышал это для себя. Sanki mən bunu özüm üçün eşitdim. Сделай прямыми пути свои, потому что Бог грядет. Öz yollarını düzəlt, çünki Allah gəlir. 4 стих. «Явился Иоанн, крестя в пустыне, и проповедуя крещение покаяния для прощения грехов». Dördüncü bənd. Yazıldığı kimi, vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olmasını vəz edirdi. Эти два слова «покаяние» и «прощение грехов». Bu iki söz, tövbə və günahların Покаяние и bağışlanması. прощение грехов. Tövbə və günahların bağışlanması. Знаете, очень интересно. В еврейской книге, в Мишне написано... Ты можешь... Çox maraqlıdır ki, Yəhudi kitabı Mişnidə Да. bu sözlər Она yazılıb. написана в 200 году. Bu kitab 200-cü ildə Там yazılıb. описана такая практика, Orada bu şəkildə bir təcrübə kimi qeyd olunur. что чтобы язычнику принять иудаизм, ему нужно было, значит, сделать обрезание, Deməli, imansız adamın Yəhudi olması üçün o sünnətdən keçməli idi, принести жертву qurban gətirməli idi и полностью погрузиться в воду. və tamamilə suya qərq olmalı idi. И очень многие согласны на том, что то же самое правило работало и во времена Иисуса, и во времена Иоанна Крестителя. Və bir çoxları düşünür ki və razılığa gəlir ki, eyni cür təcrübə deməli vəftizçi Yəhyanın dövründə Но, də baş но- verirdi. но Иоанн Креститель, он проповедовал евреям, Ancaq deməli vəftizçi Yəhya Yəhudilərə bunu Yox. müjdə eləyirdi. проповедовал им крещение. O Yəhudilərə vəz edirdi deməli vəftizi. И он словно говорил им: Və o sanki onlara deyirdi: это не про религию, O deyirdi ki, bu din haqqında deyil, это не про nацию. bu milliyyət haqqında deyil. Вам также нужно прощение. Sizin üçün də Потому bağışlanma что грех lazımdır. это проблема. Çünki problem burada günahdır. Вам нужно прощение. Sizə bağışlanma Вам нужно lazımdır. покаяние. Sizə tövbə lazımdır. Вам нужно исправить ваши пути. Sizə öz yollarınızı düzəltmək lazımdır. Это не то, чему вы учите только другие нации. Вам нужно прощение. Bu təkcə o şey deyil ki, siz digər millətləri öyrədirsiniz. Sizin özünüzə bağışlanma lazımdır. Вам нужно прощение грехов. Sizə günahların bağışlanması И lazımdır. это послание в то время, оно работало. Və bu deməli mesaj o dövrdə həqiqətən də işləyirdi. 5 стих. 5-ci bənd. «И выходили к нему вся страна иудейская, и иерусалимляне, и крестились от него все в реке Иордане, исповедуя грехи свои». Bütün Yahudiya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurlar. Вот это эффект от проповеди. Və bu necə də böyük bir təsirdir, bu vəzin təsiridir. Я услышал Mən eşitdim. о том, что мне нужно покаяние, Mən eşitdim o haqda ki, mənə tövbə lazımdır и я иду. və mən gedirəm. Написано «вся страна иудейская». Yazılıb ki, bütün Yahudiya diyarı. Вот это эффект, Bu то, как их касалось Слово Божье. Allahın sözünün onlara təsirin effektidir. И они шли в nəticəsidir. пустыню. Və onlar səhralığa gedirdilər. Только подумайте об этом. Sadəcə düşünün bu haqda. Только подумайте об этом. Düşünün bu haqda. Послание. Mesaj, göndəriş. И представьте, Иоанн Креститель, и это не была для них легкая поездка на метро или 10 минут ходьбы. Они шли в пустыню.
Və vəftizçi Yəhya və onun ardınca gedənlər üçün bu asan bir yolculuq deyildi. Onlar metroda və yaxud da başqa transportla getmirdilər. Onlar səhralığa gedirdi. Для нас это как можно представить, это как поездка в Элят. Bizim üçün təsvir edə bilərik ki, bu Ələtə getməyə bənzəyə И bilər. искать там, где Иоанн Креститель. Və orada axtara bilərik ki, hardadır vəftizçi Yəhya. Но послание коснулось меня. Ancaq vəz mənə toxundu. Меня kosнулось послание о прощении грехов. Bağışlanma haqqında, günahların bağışlanması haqqında mesaj mənə toxundu. Я говорю, мне это нужно. Tövbə haqqında mənə toxundu. Мне это Mən deyirəm, bu нужно. mənə И lazımdır я иду. və mən gedirəm. Это очень сильно. Çox güclüdür. Сделайте прямыми пути свои. Öz yollarınızı düzəldin, hamar edin. Крещение, Vəftiz, покаяние, tövbə, исповедание грехов, günahların etiraf edilməsi, прощение грехов. günahların bağışlanması. Вот послание Иоанна Крестителя. Budur vəftizçi Yəhyanın mesajı. Читаем дальше. Davam edirik. Иоанн же носил одежду из верблюжьего волоса и пояс кожаный, на чреслах своих ел акриды и дикий мед. Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdır. Çəyirtkə və çöl balı yeyirdi. Так же, как и пророк Илья. Eyni cür necə ki İlyas peyğəmbər edirdi. И проповедовал, говоря, идет за мною сильнейший меня, у которого я недостоин, наклонившись развязать ремень обуви его. Yəhya belə vəz edirdi. Məndən sonra məndən daha qüdrətlisi gəlir. Mən əyilib onun çarıqlarının bağını açmağa belə layiq deyiləm. Я крестил вас водою, а Он будет крестить вас Духом Святым. Mən sizi su ilə vəftiz etdim, amma o sizi müqəddəs ruhla vəftiz edəcək. Я крестил вас водою, а Он будет крестить вас Духом Святым. Mən sizi su ilə vəftiz etdim, amma o sizi müqəddəs ruhla vəftiz edəcək. И когда я думал об этом, о том, насколько серьезный был эффект от проповеди Иоанна Крестителя, Mən deməli vəftizçi Yəhyanın mesajının nə dərəcədə təsirli olduğu haqqında düşünərkən и насколько серьезно люди к этому отнеслись. Вся страна, написано, они шли, они исповедовали свои грехи, они крестились, они каялись, потому что они чувствовали эту нужду в прощении грехов. və düşünəndə ki, bütün xalq onun yanına gəlir, öz günahlarını tövbə edir, etiraf edir və günahlardan bağışlanma istəyir, vəftiz olur və bu necə də güclüdür, И это təsirlidir. было очень сильно, Bu çox güclü idi. очень сильно. Только подумайте об этом. Sadəcə bu haqqda Это было düşünün. очень славное служение. У Иоанна Крестителя было очень славное служение. Vəftizçi Yəhyanın çox gözəl bir xidməti var idi. İzzətli. İzzətli bir xidməti var idi. Он поднял много шума. O çox səs etdi И затем он говорит, və sonra o deyir: я даже недостоин завязать шнурки Иисусу. Mən hətta əyilib onun çarıqlarının bağını açmağa belə layiq deyiləm. Все, что я делал, я крестил вас водой, обычной водой. Mənim etdiyim şey təkcə sizi sadə su ilə vəftiz etmək idi. Но Иисус, Ancaq İsa, Он будет крестить вас Духом Святым. o sizi müqəddəs ruhla vəftiz edəcək. Какое сравнение, Necə də böyük bir müqayisədir. какое невероятное сравнение. Heyrətamiz bir müqayisədir. Сравнение воды и Духа Святого. Suyun və müqəddəs ruhun müqayisəsi. Он открытым текстом это сказал. O açıq şəkildə Мое bunu deyir. служение – это крестить водой. Mənim xidmətim su ilə vəftiz Но etməkdir. Иисус будет крестить Духом Святым. Ancaq İsa müqəddəs ruhla vəftiz edəcək. Поставьте на весы воду и поставьте Дух Святой. Tərəzinin bir tərəfinə suyu, bir tərəfinə müqəddəs ruhu qoyun. Настолько это будет больше. Nə dərəcədə bu daha çox olacaq çəkisi. Но подумайте об этом волнении, об этом страхе, об этом серьезном отношении, которое привлек Иоанн Креститель. Ancaq bu həyəcan haqqında, bu deməli ciddilik haqqında düşünün ki, vəftizçi Yəhya necə də böyük bir diqqət cəlb etdi. Этим посланием сделайте прямыми пути свои. Bu sözlə ki, öz yollarınızı düzəldin. Исповедуйтесь во грехах ваших.
Öz günahlarınızdan etiraf edin günahlarınızı. Покайтесь. Tövbə edin И посланием о прощении грехов. və günahların bağışlanması sözü ilə, mesajı ilə. Все это было приведено с крещением водой. Bütün bunlar su ilə, vəftizlə deməli davam etmişdir. Но Иисус, Ancaq İsa Он крестит Духом Святым. o müqəddəs ruhla vəftiz edir. А, Если Иоанн говорил о прямом пути, Əgər Yəhya düz yol haqqında danışırdısa, с приходом Иисуса, İsa Məsihin gəlişi что ilə должно быть изменено? nələr dəyişilməlidir? Может ли этот путь стать кривее? Bu yol daha da əyilə bilərmi? Может ли страх Господень стать меньше? Allah qorxusu daha da azala bilərmi? Может ли уйти исповедание грехов Günahların etirafı aradan gedə bilərmi? или покаяние? Və yaxud da tövbə? Если это крещение Иоанново, и оно крещение водой, и оно настолько славное, Əgər bu vəftizçi Yəhyanın deməli vəftizidirsə və o bu qədər izzətlidirsə, с приходом Иисуса, İsa Məsihin gəlişi с ilə приходом Иисуса в мою жизнь, Mənim что həyatım- должно произойти? mənim həyatıma İsa Məsihin gəlişi ilə nə baş Разве verməlidir? не должно быть это еще больше? Bu daha da çoxalmalı deyilmi? Еще больше и страх Господень, Daha da çox Allah qorxusu еще olmalı deyilmi? большая серьезность, Daha da çox ciddilik и olmalı deyilmi? исповедание, и покаяние, Və etiraf və tövbə и прямые пути перед Господом. və Allahın qarşısındakı düz yollarımız. И я не говорю, но это было время закона, Amma mən demirəm ki, bu qanun vaxtı idi. Иисус, Он делает по-другому. İsa başqa cür Потому что edir. если я так говорю, мне нужно дать определение до конца, что Иисус делает по-другому. Çünki əgər mən bunu deyirəmsə, onda mən sona qədər bunu deməliyəm. Согласен ли Иисус на более кривой путь? İsa nəyi başqa cür edir? İsa daha da əyri yola razıdırmı? Нет, Иоанн говорит, я крестил вас водой, Xeyr, Yəhya deyir, mən sizi su ilə vəftiz но etdim. Иисус будет крестить вас Духом Святым. Ancaq İsa sizi müqəddəs ruhla Еще vəftiz edəcək. больше, Daha çox, еще сильнее, еще волнительнее. daha güclü, daha həyəcanlı. Вы пришли в пустыню, чтобы послушать меня. Siz səhraya gəlmisiniz ki, mənə qulaq asasınız. Но Иисус, Он Ancaq может, İsa, да, Он может взять всю вашу жизнь. o sizin həyatlarınızı götürə bilər. Он может просто объять ее. O onu ələ keçirə bilər sadəcə. Иисуса достаточно. İsa Məsih kifayətdir. Крещение Духом Святым. Müqəddəs ruhla vəftiz Другое крещение. başqa bir vəftizdir. Титу 3 глава, Titə 3-cü fəsil 5 стих. 5-ci bənd. Он спас нас не по делам праведности, которые мы сотворили, а по своей милости, банию возрождения и обновления Святым Духом. Bizim salihliklə etdiyimiz əməllərlə deyil, öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni müqəddəs ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. 1 Коринфянам 12 глава, 13 стих. 1-ci Korinflərə 12-ci fəsil 13 bənd. 13-cü bənd. Ибо все мы одним духом крестились в одно тело, иудеи и эллины, рабы или свободные, и все напоены одним духом. Çünki istər Yəhudi, istər Yunan, istər qul, yaxud azad, hamımız bir bədən olmaq üçün bir ruhla vəftiz olunmuşuq və hamımız eyni ruhdan içirilmişik. Это другое крещение. Bu başqa cür bir Крещение vəftizdir. изнутри. Daxildən olan bir vəftiz. Когда Бог погружает мой дух Nə vaxt ki, Allah mənim ruhumu qərq edir, в свой дух, öz ruhuna, в свою любовь. öz sevgisinə. Баня возрождения, баня обновления. Yenidən doğulma vannası. Ага. Sanki yenidən doğulma vannası kimi Мгм. tərcümə edə bilərik.
И затем Деяния, 10 глава, 43 стих. Həvarilərin işləri 10-cu fəsil 43-cü bənd. Здесь говорится об Иисусе. Все пророки свидетельствуют, что всякий верующий в Него получит прощение грехов именем Его. Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, ona iman edən hər kəsin günahı onun adı ilə bağışlanır. Ефесянам 1 глава, 7 стих. Efeslilərə 1-ci fəsil 7-ci bənd. В котором мы имеем искупление кровью Его, прощение грехов по богатству благодати Его. Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi öz zəngin lütfüne görə biz oğlunda onun qanı vasitəsilə satın almaya, təqsirlərimizin bağışlanmasına malikik. Матфея 26 глава, 28 стих. Matta 26-27. 28. «Ибо сия кровь моя Нового Завета, за многих изливаемая во оставление грехов». Matta 26-cı fəsil 28-ci bənd. Çünki bu əhdin bağışlanması və günahların bağışlanması üçün çoxları uğrunda axıdılan mənim qanımdır. Здесь используется, во всех 3 стихах используется одно слово. Bütün bu 3 bənddə eyni bir söz istifadə olunur. Это слово на греческом слово «афесис». Bu Yunan dilində afesis sözüdür. Это слово «прощение». Bağışlanma sözü. Прощение грехов, прощение. Günahların bağışlanması, bağışlanma. Оно подразумевает полное освобождение, Onun mənası tamamilə azad olmaq полное mənasına gəlir. отпущение, Tamamilə azad olmaq, оставление. kənarda qoymaq. Такое прощение, где то, что прощено, уже дальше уже не фигурирует, его уже нет в картине. Deməli, mənası buna gəlir ki, artıq bağışlanılan bir şey şəkildən kənara çıxır, artıq o yoxdur. Знаете, было также и другое слово по отношению к прощению. Həmçinin də bağışlanmaya aid başqa bir söz də var. И это слово «паресис», Və bu paresis sözüdür. где вот что имеется в виду. Человек согрешил, Nəzərdə tutulan şey budur ki, insan günah edir и я терплю на нем. və mən ona dözürəm. И у меня есть осадок по отношению к нему. Amma ona qarşı olan münasibətdə Но я выбрал не делать ничего. sanki bir necə deyək, yan effekt kimi qalıb ona qarşı. Ага. Я выбрал не отвечать. Mən qərar vermişəm ki, ona cavab Я verməyim. выбрал не наказывать. Mən qərar vermişəm ki, onu cəzalandırmayım. Я бездействую по отношению к греху. Deməli, onun günahına qarşı tamamilə То есть я hərəkətsizəm. не мщу. Yəni mən deməli Qisas almıram. qisas almıram. Но есть осадок. Ancaq sanki bir təsiri qalıb Да. mənim ürəyimdə. Потому что это слово, оно подразумевает время. Çünki bu sözün mənası zamandır. Да, слово «паресис» подразумевает то, что это временное терпение. Paresis sözünün mənası sanki mənası budur ki, o zamanla olan bir dözümdür, səbirdir. Я не делаю. Mən heç nə etmirəm. Да, я не мщу. Mən qisas almıram, intiqam almıram. Я простил. Mən bağışlamışam. И все нормально. Hər şey normaldır. И с другой стороны, если будет суд, Ancaq bir tərəfdən də əgər məhkəmə olarsa, да, я думаю, мне будет проще. mən düşünürəm ki, mənim üçün rahat olacaq. Потому что это все еще здесь. Çünki o hələ də mənim ürəyimdədir. Но «афесис» другое слово. Ancaq bayaqki söz afesis, То прощение, которое принес Иисус, оно другое прощение. o bağışlanmanı ki, İsa Məsih gətirdi. Bu fərqli bir Это bağışlanmadır. как вода и Дух Святой. Bu su və müqəddəs ruh kimidir. Это как вода и Дух Святой. Афесис – это когда я полностью отрезаю. Afesis o deməkdir ki, mən nə vaxt ki mən tamamilə kəsirəm, Это kəsib когда atıram. этого больше нет. Bu artıq mövcud Это deyil. просто удалено из реальности. O reallıqdan silinib.
никто и никогда больше не сможет заикнуться об этом, потому что это полностью уничтожено. Heç kəs və heç vaxt bu haqqda söz də deyə bilməz, çünki bu artıq tamamilə məhv olub, silinib. Даже если кто-то захочет найти просто из прошлого. Əgər hətta kimsə keçmişdən bir şey tapmağa çalışsa belə, Послание к Колоссянам говорит, что даже эти документы архива прошлого, даже они уничтожены. Koloslara məktub deyir ki, hətta bu keçmişin arxivləri belə məhv olmuşdur. Другими словами, это такое прощение, где моего греха не было, Digər sözlərlə bu elə bir bağışlanmadır ki, hardakı mənim günahım olmayıb. это другой славы прощение. Bu başqa cür izzətli bir Только bağışlanmadır. подумайте об этом. Sadəcə bu haqqda düşünün. Как с приходом Иисуса İsa Məsihin gəlişi ilə пришла другая слава. başqa izzət gəlir. И как Иоанн говорит, Və necə ki Yəhya deyir, это вода и Дух Святой. bu su və müqəddəs ruhdur. Да, я говорю о покаянии. Bəli, mən tövbə haqqında danışıram. Да, я говорю о прямых путях. Bəli, mən hamar yollar haqqında danışıram. Но суть моего послания, приготовьтесь. Ancaq mənim mesajımın məğzi odur ki, hazırlaşın. Приготовьтесь, потому что дальше будет большая слава. Hazırlaşın, çünki sonra daha böyük bir izzət Приготовьтесь, gələcək. потому что дальше будет крещение Духом Святым. Çünki sonra müqəddəs ruhla vəftiz gələcək. Приготовьтесь, потому что дальше будет невероятное прощение. Hazır olun, çünki sonra heyrətamiz bir bağışlanma gələcək. Будет настолько великое. O qədər böyük olacaq ki, Я думаю об этом. Это качество прощения. mən bu haqqda düşünürəm. Bu bağışlanmanın keyfiyyətidir. Как бы часто мы о нем не говорили, Nə qədər də biz bu haqqda tez-tez danışsaq belə, я думаю, мы все равно до конца не понимаем, насколько оно великое. düşünürəm ki, biz yenə də sona qədər başa düşmürük nə qədər bu ucadır. Сколько в вечности нам понадобится времени, Nə qədər əbədiyyat bizə lazım olacaq ki, чтобы просто заглянуть в прошлое ki biz keçmişə baxaq и смотреть, насколько великое прощение нам было дано. və başa düşək və bilək ki, nə qədər böyük И bağışlanma bizə насколько это verilmişdir. великий дар крещения Духом Святым. Və müqəddəs ruhla deməli vəftizin hədiyyəsi nə qədər böyükdür. Что Дух Святой постоянно с нами, Müqəddəs ruh hər zaman bizimlədir и мы полностью прощены. və biz tamamilə bağışlanmışıq. Я думаю, мы будем снова и снова возвращаться к этой теме в вечности. Mən düşünürəm ki, biz əbədiyyatda yenə və yenə bu mövzuya qayıdacağıq. Но сейчас Ancaq indi я хочу снова и снова, перед тем, как я размышляю об этом, приготавливать свой путь. deməli bu haqqda düşünməzdən əvvəl yenə də öz yolumu düzəltmək Я istəyirəm. хочу быть готовым, чтобы слышать об этом. Bu haqqda eşitmək üçün hazır olmaq istəyirəm. Иначе нечто великое пройдет просто незамеченным. Yoxsa əks halda çox böyük, uca bir şey sadəcə yanımdan yan keçəcək. Да, давайте помолимся. Bəli, gəlin dua edək. Отец наш Небесный, Господь, спасибо Тебе. Səməvi atamız Rəbb, çox sağ ol. Спасибо Тебе, Господь, за то, что Ты говоришь нам, как много Ты нам дал. Çox sağ ol ki, ya Rəbb, sən bizə danışırsan o şeylər haqqında ki, nə qədər şey bizə vermisən. А мы, Господь, хотим готовить наши сердца, иметь готовые сердца для того, чтобы слышать от Тебя. Biz isə, ya Rəbb, öz ürəklərimizi hazır etmək istəyirik ki, səni daha yaxşı eşidək И иметь страх Господень, və Allah qorxusuna malik и olaq иметь серьезность, və ciddiliyə malik olaq и думать об этом. və bu О haqqda том, düşünək. насколько это великое. Bu haqqda düşünək ki, nə qədər bu ucadır. Крещение Духом Твоим, Отец, Müqəddəs ruhla vəftiz olmaq, ata, и прощение всех грехов. və bütün günahların bağışlanması. Насколько это великое. Nə qədər bu ucadır. Просим Тебя, давай нам откровение об этом. Xahiş edirik ki, bizə bu haqqda Что это vəhy ver. означает? Прощение всех грехов Günahların hamısının bağışlanması и nə deməkdir? крещение Твоим Духом. Və sənin ruhunla vəftiz olmaq nə deməkdir? Говори к нам. Bizə danış. Если кто-то из тех, кто слушает это послание, никогда не принимал Иисуса Христа в свое сердце,
Əgər bu sözə qulaq asanlardan kimsə heç vaxt İsa Məsihi öz ürəyinə qəbul etməyibsə, Вы слышали сегодня? siz bu gün eşitdiniz. Бог хочет вас спасти. Allah sizi xilas etmək Он istəyir. хочет простить все ваши грехи. O sizin bütün günahlarınızı bağışlamaq istəyir. Именем Иисуса Христа. İsa Məsihin adıyla Призовите это имя. bu adı çağırın. Скажите, я верю. Deyin, mən iman edirəm. Иисус, я верю в Тебя. İsa, mən sənə iman Я edirəm. верю в Евангелие. Mən müjdəyə iman Я edirəm. верю в то, что Ты умер за мои грехи. Mən inanıram ki, sən mənim günahlarım üçün öldün. За все мои грехи. Я верю, Bütün günahlarım üçün öldün. Mən inanıram. что Ты умер для того, чтобы я был прощен. İnanıram ki, sən öldün ki, mən bağışlanım. Я верю, что Ты воскрес. Mən inanıram ki, sən dirildin. Воскреси также и меня в последний день. Həmçinin də məni son gündə dirilt. Спасибо Тебе, Господь. Çox sağ ol, ya Rəbb. Спасибо. Çox sağ ol. Да, Господь, больше благоговения дай нам в сердца, больше трепета. Bəli, ya Rəbb, bizim ürəklərimizə daha çox həyəcan qoy, titrəyiş qoy. Чтобы мы ценили это, Господь, чтобы мы на самом деле преклонялись перед тем, как много Ты нам дал. Ki biz bununla, ya Rəbb, bunları başa düşək və sənin qarşında əyilək ki, sən nə qədər bizə çox şey vermisən. Преклонялись перед тем, какой Ты великий, Бог. Sənin ucalığın qarşısında baş əyək, ya Rəbb. Спасибо, Господь. Çox sağ ol, ya Rəbb. Во имя Иисуса Христа. İsa Məsihin adıyla. Аминь. Amin.